Rəvayətlərə görə Kərbəla hadisəsi kainatdakı ən böyük müsibəti və göylərin ən böyük faciəsidir. 7-ci səma, qiyamət aləminə məxsus olan və ondan yuxarıdakı göylər belə bu müsibətin dəhşətindən sarsıldı. Əgər qiyamət gününün zəlzələsi hamıdan mühüm hesab olunursa, Kərbəladakı zəlzələ ondan da böyükdir. Fəzül Əkbər ən böyük vahimə buna dəlalət edir. Çünki bütün göylərin mələkləri narahat oldu. Rəvayətlərdə hətta deyilir ki, səmaların fövqündə, qiyamət aləmindən də yuxarıda bir zəlzələ baş verdi. Vəhyə əsasən qiyamət aləmi 7-ci səmanın fəryadından başlayacaq. Halbuki Seyyidi Şübədanın müsibəti zamanı ərş onun üzərinə kölgə saldı. Ərş ağladı. O zəlzələ ərşi, cənnətdə və cəhənnəmdə olan hər şeyi qəzəbləndirdi. Halbuki cənnət və cəhənnəm qiyamət aləmindən də kənardır. Deməli, Kərbəladakı zəlzələni nə qiyamət aləmi, nə cənnət, nə də cəhənnəm daşıya bilər. Yer üzündə baş verən bu zəlzələ ərşin fövqünə qədər uzandı və məsumun Allahı tanıma dərəcəsini, onun qarşısında örnək götürüləcək sabit qədəm və möhkəm imanını göstərdi. İmam Hüseyn isə bu misilsiz müsibət və sınaq qarşısında mərd məğrur dayanaraq, dərin marif və kamil idrakın dərəcəsində idi.